İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Bu dəfə köç kərvanı Kəlbəcər şəhərinə yola salınıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə, yəni 139 nəfər köçürülüb. O qədər həyəcanlıyam ki, elə nə deyim, 1993-cü il aprel ayının birində Kəlbəcəri tərk etmişik. Gələndə biz 9 nəfər oradan çıxmışıq. İndi qaydanda isə Allah'ın bu gününə şükür, balalarım salamatdır, hamısı salamatdır. İndi mənim nəvəm, nəticəm, kötücəm var, 32 nəfərə çıxmışıq. İndi hələlik bizdən gedən 3 nəfərdir bizim ailədə. Biz də sevə-sevə gedək, yaşayaq. Şəhidlərimizin ruhu şad olsun. Gözəl abadlaşdıraq. Bundan da gözəl olacaq Kəlbəcərimiz. Mən gələndə 22 yaşım var idi. İndi 55 yaşın içindəyəm. Qəribə hisslərdi. Çox qəribə hisslərdi. Atam yazmışdı ki, Kəşnaula qardaşım, bir qəflətə hay düşə. Yağı düşmən təslim ola, oxlar sına yay düşə. Yüklənə köçün karvanı, Ağdərədən vətənə, Kəlbəcərim abad ola, hər qapıya toy düşər. Öz vətənimizə, öz torpağımıza, doğma Kəlbəcərimizə qədəmlərimizi qoyuruq. 32 ildən sonra ilk dəfədir ki, o sevinci yaşayıram.